Baxın görün, Dağıstanda, Rusiyada oturublar. Nə cızırlar, nə yazırlar. Bilirsiniz, mən yenə də deyirəm, yəni bizim bu akademiyada Yaşlılar Birliyi ki, oturub Anar müəllim, Çingiz müəllimdir, 30 ildə heç nə yazmadılar. Teatr yazırlar, nə bilim, şpiyonluqdan yazırlar, yazsınlar, amma ölkəyi gör dağıdırlar oturub. Bunlara qarşı yazmalıydın, öyrətməliydin ki, bizim xalqlarda, hər bir xalq burada yaşayır, öz dili var, dini var, öz adət-ənənəsi, geyimidir, özünün azadlığıdır. Türk torpağında yaşayırlar, hamı gözəl, Türkün sayəsində. Amma gedib Rusiya gör nə edir, Ruslar, hansı ki, bugün Rusların, bax bu yetimçələr var, ha. Görün, yani bu, bakın ne yazır, bilirsiniz? Gasudarstvo Lizgistan, Legs. Özü də Şamaxı olub paytaxtı. Ləzgistanın paytaxtı Şamaxı olub. Bax, bunu Dağıstanda görürsünüz nə ilə məşğuldurlar, Rusiyada. Oturublar, bizi parçalamaq, dağıtmaq, millətlər arasında dəva salsınlar. Bax, bu yetimçələr, birinci, hansı ki, Bakı şəhərini 1901-ci ildə süpürürdülər, təmizliyi öyrənirdilər də, Azərbaycanlar öyrədirdi. İndi bunların davamçıları oturub bizə barmaq silkə vüqda ki, sizə deyir mədəniyyət gətirmişik. Bunlara tualetdə oturub adlarını yazırdılar, çirki ilə ki, Baku v этом tualete был Vasili, v этом tualete был İvan, necə bunlar İrəvanda, Bakıda, tualetlərdə bu xaçiklər. 1920-ci ildə iylənirmişlər İrəvan şəhərini verəndə. Ermənistan ki, yaratdılar Ruslar, o yetimçələr. Bunlar iylənirdilər. Gedib tualetdə oturub adlarını yazırdılar. Dedim, tualetdə Danaşehir был Xaçik, Samvel, Arayik. Bax, bu yetimçə gəlib deyir, biz Bakının növ sənətçini qaldırmışıq. Bu, Bangladeşik. Hələ Yerevan darçı, himar. Ay boşa, ay Bangladeşi boşa. Yeseme oktayneyiz. Ismeyiz, işumeyiz sana. Yerevan darçı, ay yetimçələr. Bax, bu yetimçələr, bütün bizim bu Elmlər Akademiyası, Yazıçılar Birliyi, elmlərdə oturub limonla apelsini birləşdirir. Biri yazıçılar oturub orada şpiyonluqdan yazanda, teatrdan yazanda, mən Anar müəllim, Çingiz müəllimi tənqid eləmirəm, deyirəm yəni, ölkəni dağıdırlar. Sənin o detektivin kimə lazımdır, o teatrın yazırsan. Bunlardan yazmalıydın, bunlara tarixi yazmalı, öyrətməliydi ki, bütün xalqlar bilsin ki, bu Türk torpağında hamı qardaşdır. Hamı Türk olmasaydı bunları indi o Rus işğalından nə bilim nə olmuşlar. 36-yacan Türk dili danışır. Stalin götürdü, 37-də ləğv elədi. Türk dilində danışırdılar Qafqazda. Mən demirəm 1901-ci Türk dilində Bibliya oxuyurdular. Bilirsiniz, Bibliyanı Türk dilində də oxuyurdular. Yəni, bax, bunu bizim akademiyada oturub nə ilə məşğul Yazıçılar Birliyi ki, belənki adamlar, görün, parçalayır Azərbaycan, Lezgistan olub, paytaxtı Şamaxı olubdur. Kül akademiyanın başına ki, bunlar belə şeylər Rusiyada oturublar, özdə ermənilər, bu cındırlar, cındır deyir ki, Armavir kert. Arma kertdir, Armavira kertdir. Krasnodar, Земля Armyanskaya'dır, mən torpaqda. Rostov-na-Donu, Rostova kert. Rostova kert. Stoliца бывшей древней Armeniya. Gör nə deyir. Rostov şəhəri, Rusiyanın Rostov şəhəri qədim erməni paytaxtıdır, erməni. Ay işi. Bax, düzdür, onlar keşmiyor, amma İnanırlar, bax bu xalqlar oturublar Albaniya, Qafqaz Albaniyası, Türk Qafqaz Albaniyası olub.
Katolik sözü, Hristiyanlıq sözü türkündür. Qatılmaq, yadınızdadır, qatılmaq, birlik yaratmaq. Katoliklər heç onu bilmir türk sözüdür. Yəni Hristiyanlıq türkə aiddir. Bunu bilmirlər, bunu erməni, Alban, Hristiyan belə elə. Ay kişi, Alban, Hristiyan, Türk Albaniyasıdır da. Bax, bu yazmaqdan, öyrətməkdən. 30 ildir heç nə eləmişsə, ona görə belə gəlib gör nə deyir. Deyir, Azərbaycanda Azərbaycanlı yoxdur. Türk olmayıb, burada ləzgi olub, nə bilim, avar olubdur, talış olubdur, Rus olubdur. Qardaş, onda siz nə edirsiniz? Xoruzuydunuz, toyuğuydunuz, tutdular başınızı kəsdilər. Dağıstanlılara biri demir ki, qardaş və yaxşı, siz dövlət olmuşsunuz. Onda nə deyirsən? 10 dənə manqut, mənim üçün manqut gəlib. Deməli, mən manquta oxşuyuram da, görürsünüz da. Mən gəlmişəm, bunları deməli başını kəsmişəm. Və bunları türkləşdirmişəm. Biri demir ki, o gürcülərə deyirəm, gedin anayıza irad tutun. Ay ana, sən gedib türkün qoynunda niyə yatırsan ki? Bugün mən də deyim ki, yox, mən türk deyiləm, mən Yunanam. Mən gürcüyəm, mən erməniyəm. Ay türklər, beşulurlar. Başa salamırsan ki, o uşağı ki, anan gəlib bizim qucağımıza atlananda, sən də olmuşsan da, indi durubsan mənə irad tutursan. Yenə də deyirəm uşaqlara, gürcülərə, ermənidir, Yunandır. Gedin anayıza deyin, ay ana, niyə gedib türkün qoynuna girirdin ki, mən bugün Türkəm. Mən gürcüyəm axır. Mən erməniyəm axır deyil. Mən Yunanam axır. Alçaqlar, gedin anayıza irad tutun. Türkdən nə istəyirsiniz? Kərim türkün qucağına girir, bu türkəmdir. Ona görə bunlara deyirəm, ayıbdır. Alçaq. Evinizdə uşaq var, arvad var. Üzünə necə baxırsan? Durursan, deyirsən, Şamaxı Ləzgistanın paytaxtı olubdur. Biz deyir, ləzgiyik, türkləşdiririk. Ayıbdır. Ayıbdır. Türkləşdirmək pis sözdür. Bütün millətə zərbə vurursan. Bütün millətə zərbə vurursan. Milləti aşağılayırsan. Bu qədər yəni insan heyvan olar. Özü öz dili ilə aşağılayır öz millətini. Bunu mən demirəm, özləri deyir, bizi deyir, türkləşdiriblər. Bu nə deməkdir? Türkləşdirmək nə deməkdir? Bir fikirləşirsən, deməli sən kim olubsan ki, səni türkləşdiriblər? Ayıbdır, aşağılama bu qədər. Əl çəkin. Türklə əlləşməyin, türkə sağ ol deyin. Türk torpağında yaşayırıq da, Tanrı belə yaradıb da. Tanrı belə yaradıb da, qardaş. İndi kiməsə yaratsalar, nəsə yaratsalar, mən gedib ondan dəva eləyənmərəm ki, mən sənin yanında niyə yaşayıram? Bura mənimdir, belə şeylər niyə deməliyəm? O Tanrı bilibdir. Mənə layiq eləməyib, mənə verməyib də, indi sənə veribdir. Sənə niyə dəva edeyim? Mənə də bəlkə marşansa indi verəcəkdir. Bəlkə verəcək, verməyəcək öz işidir. Onda qardaş ayrı məsələ. İndi verməyibsə, indi durum mən hamıya şey edeyim, buluşum. Ona görə də lazım deyil, Türklə bir qardaş, bir ailə. Vəssalam. Azərbaycan xalqı böyük xalqdır. Ümumi bütün millətlər qardaş bir ailə olmuş. Hamı qız verir, qız alır, ailə qurulubdur. Ona görə də lazımdır şeylər. Rusun, erməninin o şeyinə getmək dəyməz. Yəni ona gedən adamın axırı pis qurtarır. O satqınlığın, dünyada satqınları heç kəs sevmir və heç kəs bağışlamır. Yəni onu bilin. Bu qədər.